Axşamınız xeyir olsun, çox hörmətli, dəyərli qonaqlar, hörmətli cənablar. Xoş gördük sizlərin hər birinizi. Bu gözəl gündə, günü-gündən çəkilən Azərbaycanımızın, paytaxt Bakımızın ən gözəl və ən möhtəşəm, necə deyirlər, salih seçilən gözəl məkanlarından biri olan baxıb gördüyünüz Gilavar Xalq Sarayı'ndayız. Möhtərəm qonaqlar, hər birinizə məlum oldu ki, bugün çox gözəl və özəl günlərdən biridir. Hörmətli, gözəl bir şəxsiyyət, hörmətli Akif Kərimov, ictimai xadim, alim, cərrah, Kür-Xəzər Xeyriyyə İctimai Birliyinin sədrini bu gözəl gündə 75 il idi. Mən istərdim ki, dəyərli qonaqlar, bir ürəkdən alqışlayardıq bu gözəl günün səbəbkarlarını. Bir gürültülü alqışlar gəlsin sizlərdən. Hər zaman əlləriniz var olsun dedik və böyük məmnuniyyətlə hörmətli Akif müəllim, zəhmət olmasa buyurardınız. İlk öncə bugün sizin adınızı uca tutup bu gözəl günə təşrif edən dəyərli qonaqları, dostları salamlayardınız və gözəl sizin xoş təbrikinizdən sonra, xoş arzumunuzdan sonra artıq bu gözəl günə start edir. Axşamınız xeyir olsun, buyurun söz sizindir. Buradaki yoldaşlar vallahi hamısı bir seçilmişti. Adi sileserinden tutmuş, şoföründen tutmuş, akademik milletvekilleri, başka nazır mabinleri var. Benim ürək dostlarım. Hansı ki, ben onlarla nefes alırım. Bax sizin hamı, yani ben böyle bir dahi bir insan değilim, ancak insanların, adamların qaydına qalarım. Benim ürəyim tutanım. Çok sağ olun, bugünkü günde 75 yaşında siz burada iştirak edirsiniz. Ürəkdən. Ve bu iştirak böyle sonradan devam edecek. Sizin oturup istirahat edip yemeyiniz, içmeyiniz bəsdir. Her qələbə içmeyen de olar, haqlarımız çox değil. Allah onların can sağlığı versin. Bizim milli qəhrəmanlarımız var. 3 milli qəhrəmanımız var. Rayondan, Beşçala rayonundan. 4-cü milli qəhrəmanımız Yerişləndi. Abdullah Rafik, burada eyləşdi qardaşı. Yani onlarla biz fəxr edirik. Gurur duyurur onlarla. Çok sağ olun. Demek ben bir xahişim var cemaatler. Demek şehitlerimize Allah rahmet eylesin. Onlar bizim hayatımızı kurtaranlardır. Şehitlerimizin anıtına bir de benim xahişim var. Bizim cemiyetin, Kür-Xəzər Xeyriyyə Cemiyetinin fəal hakkı güzgüləri olur. Ben onların adlarını çekirəm, onun da ruhuna bir dəqiqəlik qut mən elan edildi. İlan edirəm. Seyfəddin Məmmədov, Əbülfəz